Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. ARB kanalında hər birinizi xoş gördük. Magazin dünyasında, show biznes camiasında nələr baş verir? Bütün bunlardan xəbərdar olmaq istəyirsinizsə, gözünüz, diqqətiniz, fikriniz Magazin Plus'da olsun. Hə, bu həftədə Magazin Plus komandası sizə özəl, fərqli, rəngli xəbərlərlə gəldi. Magazin Plus Tural Avtoservis 023 və Gülnur Düyülərin sponsorluğu ilə başladı. İlk öncə anonslarımız. Sponsorlar Gülnur Düyüləri, Tural Avtoservis 023. Magazin Plus'tan yeni haber var. Bu dəfə Magazin Plus'da. Heç kim gözləmirdi, amma biz açıqlayırıq. Mən Zümrüd Şahovan təqdimatında. Gözünüz və qulağınız bizdə olsun. Geri mən əzəldən bu sənətə gəlməyəydim. Xanımla bir nəfər danışmaq istəyir. Özümü biraz cinayətkar kimi hiss elədim. Dərd verən Allah dərmanı da verir. Mənim kimi gözəl qız subay olmazdı. İndi çörək satan, bir vaxtlar məşhur olan sənətçinin kimliyindən xəbər tutacaqsınız. Saç yolduya çıxan iki məşhur müğənninin kimliyindən isə xəbərsiz olacaqsınız. Sizi mat qoyacaq xəbərlər birazdan Magazin Plus'da. Magazin Plus'tan yeni haber var. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-in xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc dirklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. Dadın da bərəkətin də sirri Gülnur düyüsündədir. Uzun dənəli, ətirli və dənə-dənə bişən Gülnur Pakistanın ən seçilmiş basmati düyüsüdür. Hər qaşıqda fərq hiss edəcəksiniz. Çünki Gülnur süfrəyə təkcə dad yox, zəriflik gətirir. Bişirdikcə qoxusu, dadına baxdıqca ləzzəti artır. Gülnur düyüsü hər dənəsində nur, hər qazanda bərəkət. Dadın adı, keyfiyyətin nişanı Gülnur. Magazin Plus'tan yeni haber var. Sona xanım və Sərxan, onların arasında nə baş verir? İşbirlikləri sona kimi gedəcəkmi? Reklam, işbirliyi yoxsa PR? Bütün bunları Magazin Plus'dan biləcəksiniz. Magazin Plus'tan yeni haber var. Sona xanım Əliyeva özündən çıxdı. Bu geri zəkalıqdır. Aktrisanı peşman edən nə oldu? Geri mən əzəldən bu sənətə gəlməyəydim. Seçim qarşısında qalan Sona xanımın qərarı hər kəsi təəccübləndirəcək. Mən hansı tərəfdə dayanmalıydım? Nə baş verir? Mən onu belə tutub döyə-döyə Aktrisa Sona xanım Əliyeva Sərxan Kərəmoğlu ilə çəkdiyi reklam video çarxından danışdı. çox insanlar, mən deməzdim hamı qınaq etdi. Çünki başa düşənlər də başa düşdülər. Amma çox insanlar məsəl üçün unudurlar ki, mənim sənətim aktrisadır və məni təbii ki, reklama da dəvət edə bilirlər. Xırda bir roliklara da, mən hətta belə deyək ki, mahnının kliplərində də çəkilə bilərəm. Yəni sənətimi qınaq etməyə, valla inanın mənə ki, bu geri zəkalıqdır. Mən elə düşünürəm. Yəni insanlar, müəyyən insanlara, yenə də onu hamıya şamil etmirəm. Müəyyən insanlar bir balaca dünya görüşlü olsalar, məncə daha yaxşı olar. Çünki orada başqa bir hərəkət yox idi. Orada sadəcə olaraq bir xanımdır, kosmetolog xanımdır. Onu reklam edirik və mən orada nə edirəm? Döyürəm, belə deyək ki, Sərxanı döyürəm və deyirəm ki, xeyr, sənə bu dolğular yaxud botokslar vurulmalıdır da. Burada başqa nə var ki? Sona xanım bütün suallara cavab verdi. Belə bir şeylə mən Mariya xanımda da bilirsiniz, mənim Mariya obrazım olub, ustalarımı döymüşəm. Onda da belə bir çıxmasın, mən qısa ətəklərdə çıxış eləyəndə əvvəl qınayırdılar, amma sonradan qəbul etdilər. Baxsam, görsəm ki, kimlər məni qınayırlar, onda gerək mən əzəldən bu sənətə gəlməyəydim. Mənə əsas odur ki,
başımın üstündəki uca Rəbbim qınamasın və uca Rəbbim daima mənim üçün yolu cığırı açsın. Mən o açdığı cığırla gedim. Orada kim diqqətlə baxsa, heç tam qucaqda deyil. Çünki kreslo o qədər enli idi ki, tam qucaqda da oturmaq mümkün değildi. Sadəcə olaraq yenə də deyirəm, mən onu ora məcbur gətirib döyə-döyə gətizdirirəm. Və mən onu başqa cürə, belə deyək, özünüz də gözəl bilirsiniz, belə deyək, media işçisiniz, gözəl bilirsiniz. Bu tərəfdən həkim dayanıb, bu tərəfdə Sərxandır, bu tərəfdən çəkilişdir. Mən hansı tərəfdə dayanmalıydım? Yəni dayanma nöqtəsi deyilən bir şey var da. Və mən Sərxanı orada məcbur etdiyim üçün bir növ belə deyək, döyə-döyə məcbur eləyirəm. Mən onu belə tutub döyə-döyə əlimdən qaçacaqdı. Ona görə elə bir ssenari qurmuşduq ki, əlimdən qaça bilməsin. Sadəcə o idi. Amma ona nə cür yozublarsa, bilirsiniz, mən hər zaman deyirəm ki, hər kəs öz ailəmi necədirsə, öz içi necədirsə, o cürdə düşünür. Deməli, kim çirkindirsə, içi çirkindirsə, o cürdə çirkin düşünür. Kimin içi təmizdirsə, qəlbi təmizdirsə, o təbii ki, başqa cür düşünür. Məni dəstəkləyənlər bu günə qədər, nə qədər mənim özümü istəyənlər, mənim sənətimi istəyənlər, belə deyək ki, və sənətimdə nələr baş verirsə, onlara anlayışla yanaşanlara hər kəsə təşəkkür edirəm, qarşılarında baş əyirəm və deyirəm ki, nə yaxşıdır ki, varımdılar. Allah onların sevgilərini mənə çox görmür. Magazin Plus'tan yeni haber var. Avtomobildə rubrikasına baxırsınız. Xanımla bir nəfər danışmaq istəyir. Mənim gücüm buna çatdı. Mən sizi çox istəyirəm. Bilsəydim vallahi billahi mən bunları burada saxlamazdım. Kövrəlmək istəmirəm. Yox, kövrəlmirəm. Rəhmətə gedəndə o qızına deyib, öz doğma qızına deyib ki, Bahara verəcəklərim var idi. Sizin həyat yaşamınız bir növ mənim yaşamıma bənzəyir. Götürdüyünüz Bahar ismi mənim anamın, rəhmətli anamın adını daşıyır. Sən mənə nə dedin? Məni ora dəvət ediblər. Bu sürpriz eləyir. Bu dəfə mən də sizin ikinizi sürpriz edirəm. Yorğan da çəkirəm başıma, yatıram. Magazin Plus'tan yeni haber var. İstedadlı müğənni Narin bu dəfə Maqazin Plus-a həmkarlarından, show biznesdən, toy bazarından, hələ bu son deyil, şəxsi həyatından da danışdı. Magazin Plus'tan yeni haber var. Gənc ifaçı Narin qalmaqallara son dedi. Məni sevənlər deyirlər ki, yəni sənə ümumiyyətlə heç yaraşdırmırıq. Çünki mən xanımlığımla, xatunluğumla seçilmişəm. O dava da oldu, amma o dava yəni yersiz dava idi məncə. Çünki bəzi insanlar var ki, onlar özləri reklam əldə eləmək istəyirlər reyting xatirinə. Amma heç kimlə dalaşmaq fikrim yoxdur, heç kimlə işim yoxdur. Dalaşmayacağam da heç bir zaman, özümə də söz vermişəm. Çünki insanlar bu cür şeylərdən beziblər. O ilk dəfə sevgilisindən danışacaq. Hər halda mənim kimi gözəl qız subay olmaz da. Mən Qoç bürcü qadınıyam. Qoç bürcü də olan qadınlar biraz bilirsiniz də, çox liderliyi özləri seçirlər. Onların üzərində kimsə liderliyi eləyə bilməz. Mən düşünürəm ki, xarakterim çox çətindir. Dostluqdan söz salıb, özünü o ki var öydü. Xarakterim çox çətindir, amma məni yaxından tanıyan dostlarım bilir ki, mən onlara qarşı çox dürüstəm. Onlara hətta belə canımı belə qurban eləyəcək dostlarım var. Elə dostlarım da var ki, mən onlar üçün bugünkü gündə arxada ayağım. Məni mən olaraq sevsələr, onlar üçün hər şey eləyərəm. Vay o günə ki, deyir, tapdaladılar quyruğumu. Özünə rəqib tanımadı. İndi də sevilirəm. Mənə elə gəlir ki, bu davamlı olacaq və daha da zirvələrə doğru gedirəm. İstəmək lazımdır. Mən bu maşını arzulayırdım, bu maşını mənə Allah yetirdi. O zirvəni də arzulayıram, onu da bilirəm ki, Allah yetirəcək mənə. Onun arabasına güzel, şoförü var, özel. İkinci Range Rover'imi sürürəm. Avtomobili də özüm almışam. Toylara gedirəm, əlbəttə ki, oxuyuram. Müəyyən məbləğdə. Bəli. Ona görə də bəziləri kimi kimisə həyat yoldaşı almayıb da özüm almışam.
onu bayağılıqda ittiham edənlərə cavab verdi. Bugünkü gün kim əsər oxuyur ki? Hamı yaxşı toylarımız niyə var? Elimizdə, obamızda daimi toy olsun. Belə deməyin. O gündən sizə də nəsib olacaq. Toy el adətidir. Ta qədimdən filmlərimizdə belə o toy haqqında bilirsiniz də fraqmentlərimiz var. Utanmırsan? Neden? Ayıpdır sen için. Oğlumu evlendirirsen bana haber eləmirsən? Hələ narin təzə gəlib, hələ biraz çəkilsinlər qırağa, görün kim gəlir. Ey gözlerimin vurgunu olan, bir eşkin elinde esir kalan. Ey gözlerimin vurgunu olan, bir eşkin elinde esir kalan. Eğlensene ki birbirimizi. Magazin Plus'tan yeni haber var. Avtomobildə rubrikasına baxırsınız. Xanımla bir nəfər danışmaq istəyir. Mənim gücüm buna çatdı. Mən sizi çox istəyirəm. Bilsəydim vallahi billahi mən bunları burada saxlamazdım. Kövrəlmək istəmirəm. Yox, kövrəlmirəm. Rəhmətə gedəndə o qızına deyib, öz doğma qızına deyib ki, Bahara verəcəklərim var idi. Sizin həyat yaşamınız bir növ mənim yaşamıma bənzəyir. Götürdüyünüz Bahar ismi mənim anamın, rəhmətli anamın adını daşıyır. Sən mənə nə dedin? Məni ora dəvət Həmişə ediblər. bu sürpriz eləyir. Bu dəfə mən də sizin ikinizi sürpriz edərəm. Yorğan da çəkirəm başıma, yatıram. Magazin Plus'tan yeni haber var. Magazin Plus, Tural Avtoservis 023 və Gülnur Düylərinin sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Sponsorlar: Gülnur Düyüləri, Tural Avtoservis 023. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus, Tural Avtoservis 023 və Gülnur Düylərinin sponsorluğu ilə reklamlardan sonra davam edir. Sponsorlar: Gülnur Düyüləri, Tural Avtoservis 023. Magazin Plus'tan yeni haber var. Hər vaxtınız xeyir, Magazin Plusun daimi tamaşaçıları. Mən Əbdülsəyevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bu həftə qonağımız 7-dən 77-yə hər kəsin sevimlisi olan Bahar xanım Lətif qızıdır. Bahar xanım, xoş gördük. Necəsiz? Təşəkkür. Hər vaxtınız xeyir olsun. Ağşəhərdə sizi xoş gördük. Ağşəhərdə. Bəli, niyə də yox? Yox, deməli bax, yolun bu tərəfi Ağşəhərdir, o tərəf bizim evimizdir. Bir adım. O deyə demişəm düzdür, amma nə olar ki, orada nə var ki, bəndə neçə 30 ildə oxuyuram, deyirsən bu da olmasın. Yox, olsun, niyə olmasın ki? Sizin olmalı. Yox, siz deməyəsiniz, amma bəzi istəməyən insanlar deyəcəklər ki, olmasın. Amma doğrudan da Niyə ki sizin olsun? Siz həqiqətən də mən artıq bir şeylər istəyən insan deyirəm. Nələr arzulamışamsa Allah onların hamısını mənə nəsib edib. Bahar xanım, son vaxtlar sizi sosial şəbəkələrdə daha çox o insanlara yardım eləyən, yaşlı insanlara, az təminatlı insanlara yardım eləyən görürük. Bu videolarınız da çox paylaşılır. Bəzən deyirlər ki, bunları Bahar xanım özü bilərəkdən çəkib paylaşır, nə bilim, reytinq yığmaq Əgər elə üçün. düşünürlərsə, mən də deyim ki, nə yaxşı. Elə belə şeyləri göstərək. Özünüz bilərəkdən mi Yox, eləyirsiniz? yox. Valla mən ümumiyyətlə bilmirəm nə qədər inanacaqsınız, yəni ondan da and iç, onu da sevmirəm. Amma bir Allahımız, burada qəlbimizdə olan Allahımız şahiddir ki, 10 videodan 3-ündən xəbərim ola bilər. O da deyirəm, Orxan eləmə. Amma o qulaq asmayacaq, paylaşacaq. Çünki orada da pis bir şey yoxdur deyə üstünə düşmürəm ki, yəni niyə paylaşdın demirəm. Bunun nəyi pisdir, nəyi ayıbdır? Mən eləmişəm, o aksiya kimi necə ki deyirlər, aksiya eləyirlər. Elə belə aksiyalar eləyin də. Deyirsiniz aksiya olaraq da. Varmı sənət yoldaşlarınızdan sizin yolunuzu getmək istəyən? Bilmirəm, mən deyirlər, öz Bahar xanım verir, mən də verim. Mən öz yolumu gedirəm. Çəkim paylaşım. Sizi bilirik, sizi çəkib paylaşım məsələsi deyil, baxın. Siz belə deyək də 50 nəfərə verirsinizsə, onun biri paylaşılır. O da amma viral olur. Çəkim paylaşım məqsəd deyil. Məqsəd budur. İnsan imkanı yoxdur. Sizdə bilirəm məqsəd o deyil. Yəni sənət yoldaşlarınızdan. Valla bilmirəm. Hər an mənim sənət dostlarımdan o qədər xeyirxahları var ki, içində Şəbnəmi olsun. Tovuzlu? Bəli, Şəbnəm Tovuzlu olsun, Manafın özü olsun. Böyük qardaşdır da Manaf bilirsən. Girən kimi
şəkil övladlarınızla sizin şəkil. Bu Çıxmır ha burada. bu alınandan Bunu göstərərsiz. artıq indi mənim övladlarımın böyüyün 15 yaşı var. Allah saxlasın. Bunu mənim bibim oğlu hədiyyə eləmişdi. O vaxtdan gözümün qabağındadır. Yəni biləsən, bunu maşından düşürtmürəm. Yəni çıxartmıram, həmişə burdadır. Burada bir Belə. gül də gözümə dəydi. Əslində bayaq da görmüşdüm. Bu gülü Aha. İndi ayağım. Qırmızı gül özdə. Bunu mənə nə qədər Qırmızı gül nə deyirlər? Sevgi Yox, əlaməti. ola bilər insan Tək kimi. və qırmızı gül. O təkli ölçüddür. Deməli, O sayılmır da. bu gülün mən nə qədər ki bu maşın var, bu gül həmişə burada olacaq. Bu maşın olmayanda olmayacaq. Kimə deyir? Bunu elə də Sevgi. Yox, sevgi var. Sevgi var budur. Bu gülü Cəmil əfəndinin oralara niyə girirsən? Sənə kim icazə verib? Mən icazə istəmirəm, Bahar xanım. Allah ki sizi tutturacaq. O notlara hələ toxunmayaq da. Nə olar? Yaxşı, bunu hələlik saxlayaq, gülün tarixçəsini danışın. Aha. Deməli, Cəmil əfəndi duet ortağım. Aha. Ağcabədiyə toya gəlirmiş. Bir taksi şoförü ilə gəlirmiş. Yəni belə deyək də, kasıb bir insandır taksi şoförü. Bilib ki, mənlə toydadır. Düşünüb deyib ki, mən Bahar xanımın doğrudan fanatıyam. Mən ona nə hədiyyə eləyə bilərəm ki, yəni bir xatirə qalsın. Yoldan keçəndə o nənələr ki, belə toxunma güllər satırlar. Bəli. Həm nənəyə hörmət əlaməti olaraq 10 manat verib, bu 10 manat da öyle əslində. Amma 10 manat verib ona taksi şoförü. Allah ona can sağlığı versin. Adı səhv eləmirəmsə Balağa da adı nədir? İndi öyrənərik. Zəng edib soruşaram. Deməli, bunu gəldi orada mənə verəndə utana-utana. Bahar xanım, mənim gücüm buna çatdı. Mən sizi çox istəyirəm. Böyük hörmətim var. Bu bilirəm sizə layiq deyil. Dedim elə bu əsl mənə layiqdir. Dedim mən də sənə söz verirəm ki, nə qədər ki mən sükan arxasındayam. O gül həmişə burada olacaq. Hətta yuyucuya verəndə, maşın yumaya verəndə tapşırıram daha doğrusu. Elə həmişə bir nəfər yuyur maşınımı. Az hallarda başqa yuyucu yerlərə verəndə deyirəm ki, o gülə dəyməyin, birdən çaşıb atarsınız. İstəmirəm o məqamlara toxunum. Valla, billah, balalarımızın canı. Yox, elə bilərsiniz ki, mən bunu qəsdən qoymuşam. Bunu bütün internat bacı qardaşlarım da bilir ki, Mila anamız rəhmətə gedəndə o qızına deyib, öz doğma qızına deyib ki, Bahara verəcəklərim var idi. O həmişə mənim üçün dualar eləyirmiş bu kitabdan. Bir neçə saatdan sonra dünyasını dəyişəcəkdi, onda da görüşdüm ondan. O görüntülərim də var. Çox pis oldum. Əslində bilsəydim vallahi billahi mən bunları burada saxlamazdım. Bax, tam səmimi deyirəm, ağlıma gəlmir. Çünki o mənə demişdi ki, bunu həmişə maşında saxla. Deyir, sənin üçün həmişə buradan dualar eləyirdim. Bilmirəm hansı duaları eləyirmiş. Deyirdi ki, maşında saxla. Qızı verdi bunu mənə. Dedi, anam bunu sumkasında gəzdirirdi. Bir də ki, mənim bacı qardaşlarımla bir şəkilim var idi. Oradan elə bir ki, mənim tək şəkilimi kəsib çantasında gəzdirirmiş. Həmən bir başqa çox istəyirdi. Hamını çox istəyirdi. O heç vaxt uşaqlarını seçmirdi. Ona görə ənənəyə sadiq olaraq, haça maşınım olmasa, maşında qoymaram bunu, evə apararam. Amma belə... Yəni həmişə maşında sizinlə bərabər. Yük yerinə baxa bilərik. Yox, bura baxdım heç Yük yox. yerinə? Aha. Nə söz baxdın bura?
Bu sənə mən nə deyim? Gəl gedək bax yaxşı. Deməli burada bir dəst paltardır ki, Allah uzaq eləsin, paltarım cırıla bilər. Çirklənib eləsə geyinirsiniz. çirklənib elə yer- Yəni təmiz paltarlardır da. Əlbəttə ki. Bu Nə mənim bilim, bəzən- əliməmin dəfidir. İstifadə edirsiniz özünüzdə. Bunu o gün gecə ilə müəlliməm efirə çıxırdım, göndərdi mənə. Aha. Sevinç Sarıyeva. Adamın maşında belə şeylər olmalıdır. Paltar ehtiyata götürməlisən. Məsələn deyirəm də, belə şeylər lazımdır. Soyuq ola bilər, hər şey ola bilər. Ya yorğan döşək əslində ilk dəfə gördüm. Doğrudan. Hə, yəni Deməli, yorğan döşək olaraq ilk dəfə mən yorğan gördüm ki, döşək budur hansısa da. məşhur Paduşkanı qoyuram başımın altına, öz yastığımdır. Yorğanı da çəkirəm başıma, yatıram. Ya Necə Allah. yatırsınız? Orada məsələ odur. Mənə çox maraqlı çox ki, orada necə yatırsınız? Nə var ki orada yatmaq? Ssenyalar açılır, O açılır, oturacaqlar. bunlar da açılır, bura da açılır, ora da açılır. açırsınız, İstəsəm ha. yəni hə bunu da aça bilərəm, açmıram bunu. Onu açıram, qəşəng yatıram. Sizin dostunuz Tural ustanı dəvət eləyim. Tural gəl. Sən, Gəl Tural, sən gəl. bunun dostusan, deyirsən ayının əmisi oğulsan yoxsa mənim əmmim olsan. Sən də bir oğullar. Salam. Necəsiz? Yaxşıyam, Xoş sağ ol. gördük, sizinlə də görüşüm. Artıq mən xanımın əmisi olayım. Hə, artıq mən Səndən dostum, Səndən- xəncəl bıçaq kəs bundan sonra da bizdən küs. Məndən küs. dəvət eləməyəcəm. Deməli, amma nə mən biz necə başlamışam tərifləməyə. sən tərifləmədin, Adımı- sən baltaladın. Adımı demirəm, Bəli. belə eləyirik. Birdən deyəndə Tural dedim elə odur. Sən Amma çağırmadın. çağırmana çağırmısınız. Mən niyə şey edirsiniz ki, diaqnostikasız deyirsən bax. Hə. Baş üstə bax. Diaqnoz mən istəmirəm. Mən görməmişəm diaqnostikasını. İlk dəfədir ki, ilk dəfədir. Yəni biz avtomobildə bizim bu şoumuzda, bu verilişimizdə xanımı da tanıyıram, çox böyük hörmətim var. Hətta valideynlərim belə, yəni ailə üzvlərim əllərinizdən öpürəm. çox sağ olun. Bu Mən də oğlu dünyaya gətirdiyimiz üçün. Deməli, birinci maşına baxaq, bir də xanımla bir nəfər danışmaq istəyir. Aha, Maşına baxa sonra baxamam. maşına baxaq, danışaq, yoxsa zəng eləyək danışaq. Gəl maşına baxaq, diaqnostikasız yoxlayıram. Bəlkə danışaq. Tamam, Kimdir? telefonu Kimdən zəhmət danışırıq? olmasa bir dənə verin. Kimdən danışırıq Tural? Bir nəfər var, xanımın pərəstişkarıdır. Salam aleykum. Aleyküm salam. Necəsən? Sağ ol qardaşım. Şükür sənə səsən. Səninlə bir nəfər danışmaq istəyir. Gör səsindən tanıyırsan. Buyur. Salam. Aleyküm salam. Adı nədir? Sərxan. Sərxan bəy necəsiz? Sağ olun, siz yaxşı olasınız. Tanımadın Sərxan bəy səsindən xanımın? Əgər mənə zəng eləmisənsə, bu gün işim verilişdə mənə zəng gəlməyib. Bahar xanım olacaq. Can. Düz tapdın. Bahar xanımdır. Bahar xanım sizi eşidir. Bəy bizim yanımızda işləyir. Mən bunu Sümayyəmə götürmüşəm. Aha. Sərxan bəy, danışmaq istədiyin ürək sözlərin vardı. Mənə deyirdin, səhhətinlə bağlı gətirə bilmədin. Bahar xanım səni eşidir. Buyur. Eşidirəm Sərxan. Sizin pərşişlərinizdən çox belə böyük, yəni belə deyək də sizin mahnıları dinləyə yapmışam. Sizin həyat yaşamınız bir növ mənim yaşamıma bənzəyir. Biraz doğuşdunuram, yəni bu mövzuya keçid eləyəndə. Mən də uşaqlarım. Biraz ucadan zəhmət olmasa. Sizdən çox böyük bir pərşişlığım var. Sizin götürdüyünüz o Bahar ismi mənim anamın, rəhmətli anamın adını daşıyır. Bir növdə ona görə daha çox sizə Ruhu şad olsun. Allah rəhmət eləsin anana. Çox istəyərəm ki, yəni inşallah ki Tural bəyin o verdiyi vəd elədiyi, sənin toyuma özüm eləyəcəm dedikdə qismət olsa, toy olsa sizi o toyda görmək istəyərəm. Toy Bahar elə xanım. oğlan, gəlləm toyla mən anan qurban, olsun boyuna toy elə Tural. Gəlim onun toyuna. Sən o Hə, sən elə də toy Sən də ona. qafiyə deyirsən. Hə, bu eləyəm. Fədahətin var. Sərxan, İnşallah. Sərxan, qardaşın sənə söz verdiyi kimi sənin toyun da bizlikdir. İnşallah ki, sənətə yiyələn, ondan sonra sənin nə lazım olsa mən dəstək verəcəm. Müğənni tapdın. Qardaş tapdın özünə. Bir dənə qaldı qız. Səndən qaldı qız tapma. Bəlkə qızda bir Çadramı sallam başıma, üz gözümü bəzərəm. Gedib sənə qız axtarıb, ağ şəhəri gəzərəm. Gedib sənə qız axtarıb, ağ şəhəri gəzərəm. Onu ver mənə. Mənə Onu keçən ver mənə. dəfə Tamaşaçılar görsün ki, Mənə məndədir. keçən dəfə bir nəfər dedi ki, maşında Bəli. balaca bir problem var. Mən indi heç nə deməyəcəm. Onu da qoşmağı istəmirəm. Sadəcə belə özümə düzünü deyəcəm ha. Maşının bir balaca zəncirində, yəni sepində səs var.
O da müəyyən bir probeldən problem sonra yoxdur ki? olur. Yox, başqa problemi yoxdur maşının. Sən mənə niyə dedin? Məni ora dəvət Həmişə ediblər. bu sürpriz eləyir. Bu dəfə mən də sizin ikinizə sürpriz elədim. Can, sağ ol, Allah'a emanet ol. Ustanın belə deyək də, ancaq uğuru nədir? Onun etdiyi işdən müştərinin məmnun qalması, razı qalması. Mən məmnunam, Allah da səndən məmnun olsun. Çox sağ olun, minnətdaram, var olun. Gələn verilişdə görüşmək ümidi ilə. Faytonçu Nazim, əsl adı Nazim Pişari. Faytonçu Nazim 1968-ci il avqustun 26-sında Lənkəranda doğulub. Üzeyir Hacıbəyev adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşkar səhnədədir. Nazim 1995-ci ildə Kainat qrupunu yaradıb. Ailəlidir, bir qızı və bir oğlu var. Sənətçi tək oxumaqla kifayətlənmir. Onun çörək dükanı da var. O bildirib ki, bu çörəkləri xüsusi Alman və Fransız texnologiyası ilə kimyəvi qatqı olmadan kişmişlə mayalayaraq hazırlayırlar. Sağlam qida olsun, insanlara faydam toxunsun istədim. Bütün sənət adamları özlərinə əlavə bir iş qururlar. Sənətin də müəyyən bir ömrü var. Hara qədər oxuya biləcəm? Bilmirəm axı. Həm yavaş-yavaş toy bazarından çəkilmək istəyirəm. Statın sonu. Axı hani o köhnə qədim mahnılar, qulaq başı ay işığı arzular. Musiqinin zayını çıxardıb bunlar, valla bizim vaxtda bunlar yox idi. Nazimin Aygün Şükürova, Sevda Yahiyevanın və bir neçə müğənninin yetişməsində rol olub. Səhnəyə çıxarkən Flora xanımdan çox şey öyrənən sənətçi ustad kimi ona borcu olduğunu vurğulayır. Çünki Nazimi ilk dəfə böyük səhnəyə Flora Kərimova çıxarıb. Tanınmış müğənni və aktyor faytonçu Nazim yanvarın 31-də işemik insult keçirib, yıxılaraq kəllə beyin travması alıb. Mağazin Plus, Tural Avtoservis 023 və Gülnur Düyülərinin sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Sponsorlar Gülnur Düyüləri, Tural Avtoservis 023. Mağazin Plus, Tural Avtoservis 023 və Gülnur Düyülərinin sponsorluğu ilə reklamlardan sonra davam edir. Sponsorlar Gülnur Düyüləri, Tural Avtoservis 023. Həmkarım Aytacın qonağı bu dəfə nələr açıqladı? O, show biznesdə nələri bəyənmədi? Hə, bütün bunlardan xəbərdar olmaq istəyirsinizsə, gözünüz Mağazin Plus'da olsun. Salam əziz tamaşaçılar, xoş gördük sizi. Show biznesin qazanı bugün də efirdədir və meyxanaçı müğənni Tərlan Novxan ilə birlikdəyik. Necəsiz? Yaxşı olasınız. Mən də sizi izləyən hər kəsi salamlayıram. Bu yeni layihənizə də uğurlar arzu edirəm sizə. Show biznesin görək qazanına, iki qoçun başı bir qazanda qaynamaz. İndi ona görək də nə olur da. Bürcünüz də demin qoçdur. Yox, bürcüm tərəzidir. Taraz saxlaya bilirəm də. Mən taraz deyirəm, bilmirəm, mənə taraz deyə bilirlər. Yox, show biznesdə də saxlamısınız o tarazlığı. Deyim biləsiniz. Sən necədir? Əsas özü həyatda düzgün saxlasın. Elə hər yerdə də sənə hörməti də saxlayarlar. İstər show biznesdə, istər. Düz deyə, indi hamı sənin istəyəsi bir hal yoxdur. İstəyən onsuz da istəyəcək, istəməyən istəməyəcək. Amma ən azından özün özü yəni kontrol eləməlisən də. Axır zamanlar çox fikir bildirirsiniz. Yox, fikir bildirmişəm, şəxsi məsələlərdə fikrimi bildirmişəm. Yəni özümlə bağlı olan məsələlərdə fikrimi bildirmişəm. Yəni kiminsə şəxsi işinə qarışmaram mən. Nəyimə lazım, kim neynədir, necə elədir. Amma bəzi məsələlər, bəzi şeylər var ki, onu demək lazımdır. Onu danışmaq lazımdır. Ona görə danışmaq lazımdır ki, hətta kənardan da qınaq olunur. Bizə də deyirlər ki, niyə susursuz? Yəni siz necədir? Bizim bu günləri əgər şansımız varsa, o ixtiyarımız varsa, yəni əgər bizə o şərait yaradılırsa, deməli biz çıxış eləməliyik. Bəzi insanların adından da danışmalıyıq. Kənardan mövqe bildirənlər də var da. Elə adam var ki, tamamilə efirdən uzaq adamdır, o efirdə ümumiyyətlə danışa da bilməz. Amma kənarda ürəyi partlayır da, istəyir ki, o da səsini çatdıra.
xanım müğənnilər heç belə demir. Xanım qonaqlarımız belə demir. Xanım maşallah deyir, saçına boyda da dağılmağın olsa dağılır. Saçım dağılacaq. Bizdə bir damcı 2 dənə 3 dənə tel var, o da dağılsa heç nə də. Nə etmək lazımdır? Bundan sonra müğənni meyxanaçı arxası ilə gəlir aşbaz Tərlan. Tərxana basa, Tərxun zadı desəydi lap uyğun olardı, yerlər düşərdi. Burada da olmalıdır. Hələ deyir Tərxan da deyir. Tərxan da, elə Tərlan olsun, onu dəyişdirməyək. Deyirlər Tərlan falan kəslərlə duet oxuyacaq. Yeni çıxan müğənnilərə dəstək olacaq. Amma sonra sizdən soruşuram, görürəm ki, elə bir şey yox. Yox, dəstək olmağına yeni çıxan yox. Mən elə çalışdığım qədərlə çox adama dəstək olmuşam. Nəinki müğənni. Amma ki, qalıb sənətimizdən danışırıqsa, müğənnilərdən də müraciət edənlər olanda müəyyən qədər dəstək oluruq. Amma möhrün vurdunuz da Şəbnəm Tovuzlu ilə, nə yalan deyim? Yoxdur, bir ara düzdür, qalmaqal gəldi o bəzən. Şəbnəm xanımla möhrün vurdum deyəndə ki, zaten möhrü vurulmuş bir mahnı oxumuşduq biz. Şəbnəm xanımın da yetərin qədər... Sevdilər də yəni. Yetərin qədər... Yox, mən çox duetlərimi seviblər, təkliflər də çox gəlir. Məsələn, Şəbnəm xanıma da bunu bilirəm ki, çox təkliflər gəlir. İstər reklam çəkilişləri ilə bağlı, istər konsertlə, istər məsəl üçün hansısa bir tanınmaq istəyən gənc bir müğənnidir, hansısa bir təklif irəli sürür, o ilə iş görə bilər. Məndə də məsəl üçün elə şeylər çoxdur. Bu günləri bir də yoxsa hansısa bir xanım müğənnidir, yeni başlamaq istəyir, dəstək istəyir. Hətta o xanıma görə onun yaxınlarından müraciət edənlər olur. Bizdən dəstək istəyirlər. Söhbət Səmavi xanımdan gedir. Yox, Səmavi xanım. Səmavi mövzusuna gələcəm. Ondan sonra dediyim Tərlanov. Yox, mən konkret hal-hazırda öz işlərimdən danışıram. İndi bir şey deyim də mən. Məsəl üçün sözünüzü balla kəsin. Mən öz konkret hal-hazırda tam real olan işlərdən danışıram ki, məsəl üçün mənim xanım müğənnilərin duet oxuduqlarımın əksəriyyəti ilə hansısa şərtlər əsasında o işləri görülür. Çünki bu bizim işimizdir də. Biz gedib şərt olur ortada. Əlbəttə şərt olmalıdır. Niyə olmalıdır? Məsəl üçün mən mahnı yazıram, əziyyət çəkirəm. Bu mahnının haqqı ödənməlidir. Bu studiyada işlər görülür. Bunların haqqı ödənməlidir. Yəni bunlar bəli, elə insanlar var ki, o yeni başlayır. Onun biraz imkanı zəifdir. Ona bəzi güzəştlər olunur, bəzi köməkliklər olunur. Amma ortada iş görülür axı, o işdə görə gərək haqq ödənilər. O ki, qaldı o Səmavi xanımı, yəni sadəcə... Dedilər dəstək gəlib Tərlanov. Sadəcə dəstək, yəni deyirəm, elə deyil. Bax, mən sadəcə efirdən zəng gəlmişdi. Dedilər ki, bəs Akşın bəylə onların aralarında biraz o duetlər daha oxumayacaqlar falan belə, bəlkə bir dəstək eləyəsiniz. Mən də əslində yuxudan durmuşdum. Yuxulu cavab verdim ki, ola bilər ki, sizə görə nəsə, dedim, valla mənim açıq o xanımla belə salam elə ki olsa da, yəni belə tanışdığımız, dostluğumuz yoxdur. Amma dedim, arada Akşın bəy də vardı. Ondan sonra Akşın yığmayıbsan? Yox, orada elə bir problemli bir şey yoxdur, Akşın mənə zəng eləyə ona görə. Mən dedim ki, dəstək əlimdən gələn sizə xatir nəsə bir deyirsə eləyə, özü də müraciət eləsə bir dəstək göstərərik. Mən iş görmədən öncə öz kaprizlərimi, öz belə deyək, qərarlarımı bildirirəm. İş görəcəyim, tərəfdarım olacağım ortağa. Siz duet oxuduğun duet ortağı sənin xarakter və bələd olmalıdır, səni bilməlidir. Mən də bilməliyəm qarşı tərəfi, o da mənə bilməlidir. Ona görə mən o ilə oturub bir söhbət eləməliyəm, danışmalıyam, onun xarakterini bilməliyəm. Çünki biz duet oxuyanda tək o duetlə iş bitmir. Sabah bunun klipi var, səhnəsi var, səhnə almalıyıq. Yəni o obrazlara girə biləcəyikmi? Bəlkə qarşı tərəfdən nəsə narazıçılıq olacaq. Tamaşaçı gözü ilə bax. Tamaşaçı gözü ilə səhnə performansı var. Düz deyək, təbii ki, mən o etik qaydalara özüm riayət edirəm deyə qarşı tərəfdən də nəsə başqa bir şey tələb eləmirəm. İndi bəzi pop müğənniləri var ki, nə bilim, estrada müğənniləri var ki, biraz mən əstəğfurullah ki, məsələn, burada nəsə söz atmıram, amma sadəcə onlar ola bilər də klipdir. Yəni, bu sənət incə sənətdir. Burada hansısa bir obraza girmək ola bilər, nə bilim, çox üzr istəyirəm, nə bilim, qucaqlaşmaq ola bilər, çox yaxın sıx təmas görüntüsü yarana bilər. Yox, məndə zaten o qədər də, yəni, belə böyük bir təmaslar ola bilməz. Sonra bir meyxanədiyənəm, mənim həm də elə tanımırlar, mənə yaraşan, yaraşmayan tərəflər var işin. Bu da mənim yaratdığım, əstəğfurullah, ərəsiyə gətirdiyim salam.
Allah xeyirli eləsin. Sizin bu verilişiniz də uğurlu, düşərli olsun. Çox sağ olun. Tamaşaçılarımız da hər zaman sizlərə baxsınlar, bu zövq alsınlar, belə deyək. Tərlan, çox sağ ol, gəldin. Sağ olun, var olun, minnətdaram. Həmişə xoş günlərinizdə, gözəl günlərinizdə. Show biznesin qazanı həm belə qaynatdıq, həm elə qaynatdıq. Qaynasın, təkcə bu qazan qaynasın. Bu qazanın dayanan vaxtı olmasın. Görək, altın söndürüb elə. Söndürüb eləyən olmazsa, qoy elə qaynasın. Gələn dəfə görüşərik hələ. Görüşərik, sağ olun, var olun. Rusiyadan yeni döndü, dönər dönməz keçdi Maqazin Plusun kamerası önünə. O, həmkarlarından nələr danışdı? Zəriyə Aslanın gündəmi alt üst edəcək açıqlamaları Maqazin Plusda. Salam əziz tamaşaçılar, Maqazin Plusda qonağım var da, yəni Nura, siz salamlayın. Zəriyə xanım, necəsiz? Çox sağ olun, Allah razı olsun. Hər şey yaxşıdır, yaxşıyam. Siz necəsiz? Zəriyə xanım dünən gəlib Moskvadan, belə xoş gəlmisiniz. Yolçuluq necə keçdi, yorulmadınız? Yolculuq çox yaxşı keçdi, çox gözəl, çox rahat gəldim. Çox şükür ki, vətəndəyəm. Zəriyə xanım hardaydı bu 25 ildə biz onu görmürdük? Biz 25 ildir, demək olar ki, mən 25 ildir vətəndən uzaqdayam. Rusiyada yaşayırıq, yəni biz orada ailəli yaşayırıq. 25 ildir orada fəaliyyət göstəririk. Deyirlər ki, bar verən ağaca həmişə daş atırlar. Bilirlər ki, bu bar verən ağacda meyvə var. Və sizin ağacınıza indiyə kimi daş atan olub? Belədir ki, bu həmişədən belə olubdur. Bir insan biraz irəli gedir, biraz qabağa çıxırsan, biraz gözə batan olanda təbii ki, bu aydın məsələdir ki, daş atırlar. Amma atsınlar da. Olub ki, deyiblər ki, Zəriyə xanımı neyinirsiniz? Elə başqa müğənni var, ondan aşağı qiymət oxuyur, ondan da yaxşı oxuyur. Yəni bunu eşitməmiş olmazsınız. Çünki onlar gəlib gedirlər, amma siz Rusiyada yaşayırsınız. Elə şeylər olur, özdə az olmur, çox olur. Həqiqətən var orada elə şeylər ki, neyinirsiniz, mən ucuz qiymətə gətirəcəm, ya belədir. Allah canına sağlıq versin. Gətir, ürəyin kimi istəyir, gətirə bilərsən. Amma Zəriyyənin ayaqqabısını geyə bilərlər, amma Zəriyyənin yerişini yeriyə bilməzlər. Hər müğənninin, hər insanın öz dəsti xətti var, öz yolu var, öz toy aparmaq qayda qanunu var. Ona o xoş gəlirsə, bir müğənni hər insana xoş gələ bilməz. Hər insanın özünün öz pərəstişkarı var. Daha heç nə söyləmə, eşitmə istəmirəm səsini. Sus, daha heç nə söyləmə, çox eşitdim, sevirəm kəlməsini. Söz-söhbət olmur yoldaşınızla bu toyla bağlı, yəni bu eşidir, demir ki, saxla, neynirsən? Yox, bizdə mən hələ elə bir problem yaşamamışam. Ona görə ki, çox şükür, mənim yoldaşımın özü də musiqiçidir. Yəni, biz əvvəllər bir yerdə işləmişik. Biz sonra ailə qurmuşuq. Yəni, mənim bu sənətə biraz da gəlməyimdə yoldaşımın əli var. Yəni, mənə dəstək olubdur. Yəni, bu sənətə gətirib, məni məşq eləmişik, hazırlaşmışıq, öyrənmişik. Bir yerdə gedirsiniz, ailə ansamblı. Bəli, bir yerdə də gedirik, ayrı-ayrı da gedirik. Yəni, baxır necə alınırsa, yəni daha 25 il az müddət deyil. Yəni, sənətdə, mən Rusiyada 25 ildir yaşayıram, Rusiyada. Ancaq sənətdə ondan da qabaqdayam. 30 il, 35 il belə stajım var. Yəni, çox şükür. O barədə mən problem yaşamıram. Bir zaman havada kanat kanat saxlayın, sözü vardır mənim sizə. Durnalar, ay durnalar. Sizdə olubmu ki, belə həyatda bu çəkə bilməyəcəyiniz bir yüklə qarşılaşmışsınız, bir problemlə üz-üzə gəlmisiniz? Allah Taala insana çəkə bilmədiyi yükü heç vaxt yükləməz. Allah həmişə bir insana dərd verəndə dərmanı onunla bərabər göndərir. Mən nə qədər çətinliklərə düşsəm belə, mənim həmişə dayağım Allah olubdur. Çünki mən həmişə Allahın ətəyindən yapışmışam deyə, ona görə Allah həmişə məni qoruyub. Mən özümü həmişə Allaha əmanət eləmişəm. Dərd verən Allah dərmanı da verir. Çətinliklərdən, problemdən qorxub qaçan da insan deyiləm. Çünki mən həmişə o problemin öhdəsindən, üstündən gəlməyə çalışmışam, eləmişəm də. Yəni küllərinizdən doğan bir xanımsınız. Bəli. Yəni həqiqətən elədir. Yəni kül olsun da küllərdən doğan bir sımrıqam. Açdım sana sözüm, ey ela gözlüm. Ah, bırakmam ellerini, bir ömür
sizi saxlaya bilər? Yəni dur. Burada deyə bilərsən ki, Zəriyə, dur. Dəfələrlə demişəm ki, məsəl üçün, bəsdir, daha artıq eləməyəcəm, mən kimə neyin... Amma bir insanın qanında nədirsə odur. Sən deyir, yaxşılığını elə, deyir, Peyğəmbərimizin bir söz var, deyir, o deyir, pisliyindən qalmırsa, mən nəyə görə yaxşılığımdan qalmalıyam, geri qalmalıyam? Ona görə o pisliyini eləsin, mən də bildiyim yaxşılığımı eləyim. Mən yaxşılığımdan geri qalası deyiləm. Zəriyə Aslan iddialı gəlir, ha, baxın. Özü də deyir ki, məni heç kim saxlaya bilməz. Oxatıram, hədəfimə də çatıram. Əziyyət çəkmişəm, məsəl üçün, mahnılar almışam, aranjman etmişəm. Nə qədər pul xərcləmisiniz? Bir mahnı deyil, nə qədər mahnılardır, nə qədər kliplərdir. Ona görə dəqiqə sumaya. Bir 50.000 olar. Ondan da çoxdur. Hə, olar. Manata deyirsiniz də. Siz dediniz də manat, mən manat demək istəmirdim. Olar. Təşəkkürümü bildirirəm. ARB televiziyasına yayımlanan Maqazin Plus-da qonağım var da mən Nura sizlərlə sağollaşıram. Gələn həftə bizi izləməyi unutmayın. Hansı qonaqla gələcəm, onu izləyərkən biləcəksiniz. Maqazin Plus, Tural Avtoservis 023 və Gülnur düylərinin sponsorluğu ilə sona çatdı. Bu həftəlik sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Sponsorlar: Gülnur düyüləri, Tural Avtoservis 023. Haberiniz olsun, olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var.